Yanımızda olan bəyin biz yanındayken ora-bura baxması bizim üçün, bizim özümüzü ciddiyyətləşdirmək üçün, dəyərli qılmaq üçün, xanımlığımızı ortaya qoymaq üçün ya bizim üçün möhtəşəm bir fürsətdir, ya da özümüzü dəyərsizləşdirib daim onun gözündə boş danışan biri göstərmək üçün negativ və bərbad bir situasiyadır. Bu necə olur? Adətən bu cür məsələlərdə bəyin iki cür davranışı olur. Ya baxır ötəri şəkildə, sonra üzünü sənə çevirir, ya da ki, baxır, elə öz diqqət cəlb eləməyə çalışır, gözü oradadır, zalimin balası özünü həlak eləyir ki, o da buna baxsın, bu artıq həddi aşmadır. Burada bizim verəcəyimiz iki reaksiya var. Başda onu qeyd edeyim ki, əzizlərim, bu cür durumlarda bizim özümüzə qoymuş olduğumuz dəyər, özümüzə qoymuş olduğumuz hörmət, özümüzə vermiş olduğumuz o özəl davranış bəyin bizə bir ömür boyu göstərəcəyi davranışın təməlidir. Bu çox önəmli bir cümlədir. Deyək ki, bəy ötəri şəkildə səndən söhbət elədiyi yerdə, restoranda, avtomobildə və yaxud da sosial şəbəkədə bir xanım gördü, baxdı, sonra sənə tərəf baxdı. Bu çox normaldır. Göz baxmaq üçündür. Ola bilər, diqqətini cəlb eləyər, baxar. Bu o demək deyil ki, onun ağlından nəysə keçdi. Burada bizim verəcəyimiz reaksiya çox önəmlidir. Deyək ki, sən orada nə edə bilərsən? Bir, sakit, heç nə demədən görməməzlikdən gələ bilərsən və onun ikinci dəfə baxışını, ikinci dəfə reaksiyasını gözləyə bilərsən. Ya da ki, nə edə bilərsən? Deyə bilərsən ki, çox qəşəng köynəyi var. Və yaxud da deyə bilərsən ki, saçını çox qəşəng eləyib. Bu nə deməkdir? Mən də gördüm, sənin görməyini də gördüm və mən sərhəddimi çox yaxşı bilirəm, özümü çox yaxşı qoruya bilirəm. Sən mənim sərhəddimi aşmadın və orada bir sərhəd çəkmiş olursan. Və yaxud da ki, biz nə edirik? Bu çox bərbad bir şeydir. Hara ora-bura baxırsan? Görmürsən, mən buradayam. Mən sənin yanında ola-ola. Ora niyə baxırsan? Və nə olur? Bunu deyərək sən özünü dəyərsizləşdirirsən, boş danışan biri kimi göstərirsən ki, bu cümlədən sonra sənin atacağın addım oradan durub getməkdir. Sən hələ də orada oturubsansa, bu o deməkdir ki, bundan sonra sən hansısa səhvlər buraxsan, xəyanət etsən, yalanlar danışsan, məni dəyərsizləşdirsən, mənim edəcəyim maksimum reaksiya budur. Biraz danışacağım, sonra dayanacağım. Bu doğru bir davranış deyil ki, bir ömür boyu onun gözündə səni dəyərsiz göstərəcək. Bu, sənin ondan tələbindir. Və yaxud da ki, gördün ki, bəy baxır ora-bura, diqqət çəkməyə çalışır. Orada sən, əgər restorandasansa, salfetka ilə üzü, gözü siləcəksən, deyəcəksən ki, əzizim, sən bax, mən artıq yedim, doydum, sən yeyibsən ya da ki, baxmaqla doymursan, haçan doysan xəbər eləyərsən. Oranı tərk etmən lazımdır. Ta o vaxta qədər ki, o sənin arxanca düşüb, özünü bağışlatsın, yəni sənə nəysə, sən onu cəzalandıra bilərsən və yaxud da ki, ondan nəysə istəyə bilərsən. Bu, onu məsumlaşdıracaq, amma yenə də sənə qarşı davranışını, sənə qarşı istəyini ortaya qoymasını gözləyə bilərsən. Amma o ki, siz söhbət elədiyiniz yerdə ora-bura baxanda çimdikləyirsən, hep belə çimdik götürürsən, əlindən vurursan, niyə ora-bura baxırsan deyirsən, bu, yəni sənin özünü cılızdaşdırır. Bu, yəni sənin cəzan budur. Yəni, bir çimdik götürəcəm bəsdir. Bunu özünüzü saxlayın, bu addımı etməyin lütfən. Özümüzü dəyərli, sakit və təmkinli aparmalıyıq. Öz xanımlığımızı, duruşumuzu ortaya qoymalıyıq. Yanında olan insanın məkandan asılı olmayaraq, daima səni baş tacı etməsi diləyilə ki, sən bildiyin qədərilə hər zaman baş tacısan, hər zaman özəlsən və hər zaman dəyərlisən. Xoş qal, bu diləklərlə xoşluqla qal.